Salam dostlar, necəsiz? Salamlar olsun. Hal-hazırda sizi salamlayıram Pirşağa qəsəbəsində. Bu Pirşağa dostlar, hal-hazırda Pirşağa qəsəbəsi. Gözəl Pirşağa, səni salamlayıram. Gözəl kəndimiz. Bütün məcburi köçkünlərə məşə dəstək olub gözəl Bakımızın Pirşağa qəsəbəsi. Hal-hazırda da sanatoriyalarda ağır durumda yaşayan bizim analarımız, bacılarımız, Qarabağlılarımız var. Gördüyünüz kimi 15-ci dalandayıq. Belə də gəzirik də özümüzün. İnşallah bura haradır Pirşağa. Öpürəm, özünüzə müğayət olun qardaşlar. Deməli, hal-hazırda gördüyünüz kimi böyük bir bağ sahəsidir. Burada olub bir bağ. Gəzirik də. Çox. Burada bilirsiniz də qiymətlər neçəyədir. Hal-hazırda. Gördüyünüz kimi. Salamlar olsun, salamlar. Köçkün bloger, hal-hazırda yurtsuz yuvasız, etsiz, eşiksiz, hadiyə bayram. Sizlərə salamlar deyim. İndi hal-hazırda bu istiqamətdə gedirik. 15-ci dalandan 16-cı dalanın arasında olan məsafənin hamısı Dövlət Komitəsinin sədri Rövşən Zayev'indir. Rövşən müəllim, Azərbaycan Dillər Universitetinin bir nömrəli yataqxanasında 30 ilə yaxında yaşayırıq. Keçmiş köçkünə. O demək deyil ki, biz keçmiş köçkünü. Bizi niyə unutmuşsunuz? Bizə deyirlər ki, Qarabağa dönəcəksiniz. Bəli, dönəcəyik. Amma sizə sual verirəm. Bu villalarla bağlı bizə məlumat verin. Bu torpaqlarla bağlı bizə məlumat verin. Gördüyünüz Azərbaycan şanlı bayrağımız hal-hazırda Qaçqın və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin sədri Rövşən Zayev'indir. Bu təzə villa, dalda 2 dənə də torpaq sayısı böyük. O qırmızı şifrli də onun evidir. Yəni köhnə villasıdır. Görünə də biri dikir. Bu da bizim bayrağımız. Gözünlə görmürlər. Bunlar görmürlər ki, bayrağımız nə haldadır. Onu dəyişmək olmazmı? Hörmətli Rövşən müəllim. Bizə niyə dəyir? Bizim qürurumuza dəyir. Niyə məni vuranları sən qorudun? Niyə? Məni döyənləri niyə qorudun? Ha? Niyə qoruyursan? Buyur. Sağlığınıza qismət olsun. Ancaq onu bilin. Köçkünün malını, köçkünün yardımını, köçkünün haqqına girənlərin əlləri kəsilməlidir. Bunu mən deməmişəm. Bunu Ulu Öndər Heydər Əliyev deyir. Yadınızda saxlayın. Pirşağa qəsəbəsi gördüyünüz ora 15-ci dalandır. O ərazidən burada gəlir 11-ci dalan. Burada villalardır. Bu da bizim qaçqınların üstünə qoyduqları saqqalığın villaları. 1, 2, tikir. Hələ o tərəfdə də tikir. Hara tikirsən? Hara? Hara aparasan bunları? Hara aparasınız? Bax, mənə bir dənə izah eləyən olacaqmı bunu? Azərbaycan Dillər Universitetinin bir nömrəli yataqxanasında yaşayan məcburi köçkün Hacıyev bayrama. İzah eləyən olacaqmı blogerə? Yurtsuz yuvası yer axtarıran yaşamalı. Buyur. Gəlim girin bura. Biz qaçqınlarımızı gətirək yığaq bura. Bu nədir belə? Belə bir analıq olmayan bir möhtəşəm saray. Hara yedir? Cavab verin, ne bizə? Sizin değil mi bura? Gələk yiyəsinlə danışaq yığaq qaçqınlarımızı bura. Sizindir. Mən demirəm bunu. Ətrafınızdakilərin hamısı deyir. Döl 65 sayılı Nazirlər Kabinetinin 65 sayılı qərarına müvafiq ailə tərkibinə uyğun mənzillərin sayı, otağın sayı elə veriləcək. O istəyir, evlənib, evlənməyib, işləyir, o bizə adiyyət yox. Neçə nəfər var, o otaqda ona düşəcək. 2 nəfərə 2 otaq, 4 nəfərə 3 otaq, 5 nəfərə 3 otaq, 3 nəfərə 2 otaq.